Məni dəfn etdikdən sonra kəfənimin bağlarını aç, qəbrimi 4 bucaq et və 4 barmaq hündürlüyündə qaldır. Ey ata, sənə and içirəm ki, mən bu tapşırığa itaət eləyəcəm. Evladım, istəmirəm dalınca danışıb, deyilsin ki, buna vəsiyyət olunmayıb. İstəyirəm bu sənin üçün höccət olsun. Atacan, bu nə sözdür danışırsan? And olsun Allaha, xəst olduğum müddətdə səni belə yaxşı görməmişəm. Səndə ölümdən əsər əlamət yoxdur. Evladım, Əli İbni Hüseyin əleyhissalamın divarın arxasından səsləndiyini eşitdim. Ey Mühəmməd, tələs!